Hər vaxtınız xeyir olsun. Kanalıma yenə də xoş gəlmisiniz. Bugün sizə sifətlər barədə bilmədiyiniz məlumatlar çatdırmağa çalışacağam. Ümumiyyətlə sifətlər deyəndə ağlınıza nə gəlir? Yəni ki, beautiful, nice or thick, thin, bu tip sifətlər yəqin ki ağlınıza gəlir. Bir sözdən ibarət. Amma inanın ki, sifətlər bundan daha çox, daha geniş bir mövzudur və bu mövzunu bugün tam ətraflı şəkildə sizə çatdırmağa çalışacağam. Sizə elə şeylərdən danışacağam ki, bunları siz kinolarda, musiqilərdə, gündəlik danışıqda eşidə biləcəksiniz və eşidirsiniz də, ancaq böyük ehtimal bunların nə olduğunu bilmirsiniz və yaxud da bunları düzgün şəkildə necə istifadə etmək olduğunu bilmirsiniz. Qısaca bugün sizə gradable və non-gradable adverb və adjectivlər haqqında danışacağam ki, bunlar ikisi də bir yerdə işlənir və bunları siz həm gündəlik danışıqda, həm akademik yazıda istifadə edə biləcəksiniz. Bu sizin ingilis səviyyənizin yuxarı olduğunu göstərəcək. Yəni bunlar çox önəmli adverb və adjectivlərdir ki, bunları sizə bugün göstərməyə çalışacağam və eləcə də sifət haqqında, adjective haqqında sizə ümumi məlumat verəcəm ki, bunu böyük ehtimal normal, adi kitablardan oxumamış ola bilərsiniz. Odur ki, dərsə başlayaq. Adjectives. Bu dərs əslində biraz uzundur, amma bacardığım qədər bunu sizə qısa şəkildə və ətraflı şəkildə göstərməyə çalışacağam. Və videonu izlədiyiniz zaman əgər hər hansı suallarınız olarsa, yaxşı olar ki, onları qeyd edib sonra komment bölməsində məndən soruşasınız. Əgər suallarınız olarsa, nəyisə başa düşməsəz təbii ki. So, let's start. Adjectives it's another great way to give more information about the noun. As well, they're used to emphasize your emotions. Buradakı nə əzbər yazmışam, or emotions. Deməli, adjectivlər, yəni sifətlər, əşya və ya şəxs haqda, yəni isimlər, əşyalar, şəxslər və heyvanlardır. Bunlar haqda bir balaca da olsun ətraflı məlumat vermək üçün istifadə olunan sözlər və ifadələrdir. Təbii ki, bunu etməyin başqa yolları da var. Məsələn, əvvəlki video dərslərdə relative clause'lar bunu etməyin ən yaxşı yollarından biridir. Bəlkə də ən yaxşı yoludur. Amma adjectivedə bunların primitiv, yəni əşya, şəxs və ya heyvan, yəni isim haqqında məlumat verməyin primitiv bir yoludur. Biz bu primitiv yolu bugün ən ətraflı şəkildə, daha yaxşı şəkildə təkcə isimlər haqqında məlumat verməkdən başqa bunları eləcə də hissləri daha da yaxşı, daha da dəqiq ifadə etmək üçün istifadə olunan alətlər olduğunu görəcəksiniz. So, deməli, əslinə qalsa bir əşya və ya şəxs eləcə də yəni isim haqqında məlumat verməyin 4 fərqli yolu var. P1, which is present participle, P2, past participle, relative clause, mən dərslərimdə bunlardan danışıram və adjective. Biz bugün adjectivedən danışacağıq. So, ümumi adjectivelər haqqında ilk öncə sizə məlumat verim. Adjectivelər fine, great, beautiful, nice, yəni necə sualıma cavab verən sözlərdir, sifətlər. Mən bunlara pure adjectivelər deyirəm. Bax, bu tip sözlərə, bu tip adjectivelərə pure adjectivelər deyirəm. Niyə? Çünki bunlar elə lüğətdən çıxma adjectivelərdir. Yəni, hər hansı bir verbdən əmələ gəlmiş bir adjectivelər deyil. P1, P2'lar deyil. Əgər P1, P2'lar nə demək olduğunu bilmirsinizsə, present participle, past participle, bunlardan mənə elə gəlir ki, P1 əvvəlki videolarda var. Bunlar əslində mən dərslərimdə danışmam, amma sizə xırdaca burada göstərəcəm yenə də. Amma P1 və P2, məsələn, amazing, exciting, boring, bunlar verbdən əmələ gəlmiş, yəni hərəkətdən əmələ gəlmiş adjectivelərdir. So, bunların bizim dildə özlərinin tərcümələri var, amma əslində qalsa bunlar an-ən kimi tərcümə olunur. Heyrətləndirən, exciting, həyəcanlandıran, or boring, cansıxan. Bizim dildə bunu heyrətləndirici, həyəcanlandırıcı və cansıxıcı kimi də alternativləri var. Okay, so pure adjectivelər elə lüğətdən çıxma adjectivelərdir. P1 tip olan adjectivelər hərəkətdən əmələ gəlmiş adjectivelərdir. Eləcə də P2 bu da hərəkətdən əmələ gəlmiş passive, məchul kimi səslənən adjectivelərdir. Məsələn, amazed, heyrətlənmiş, excited, həyəcanlanmış, bored, canı sıxılmış. So, bizim ümumiyyətcə qrammatik kitablarında
hətta bəzi məktəblərdə belə bunu səhv öyrədilər. Deyirlər ki, əgər adjective ed ilə, yəni burada ed, amazed ilə bitirsə, bu insanlarla işlənir. ing ilə bitirsə, bu şəxslərlə işlənir. Yəni, bu çox yanlış bir məlumatdır. Əslinə qalsa P2-da, yəni sonu ed ilə bitsə belə, bu əşya və şəxslərin ikisi işlənə bilər. Məsələn, there was an amazed look on his face. Onun üzündə heyrətlənmiş bir baxış var idi. So, amazed look. Look burada əşyadır, baxış, yəni insan deyil. Amazed də onun qarşısında adjective kimi işlənir. Və bunlar to be-dən sonra və yaxud da digər be, become, feel kimi link verblərdən sonra bunları biz, məsələn, I am excited. Mən həyecanlıyam. Right. So, the child was excited for the movie. Burada child bir insandı. Was excited, həyecanlı idi kino üçün. So, excited və exciting eləcə də bunlar sadəcə olaraq misallardır. Amazing və amazed. Bunların hər ikisi əşya və şəxslərlə işlənə bilər. Məsələn, there was an excited look on the child's face. Uşağın üzündə həyecanlanmış bir baxış var idi. Or the movie was exciting. Kino həyecanlı idi. Yəni bu istər ing ilə bitsin, istər P1, istərsə də P2, ikisi də bu tip adjektivlər əşya və şəxslərlə işlənə bilirlər. Alright, so moving on to sifətlərin işlənmə cərgəsi. Burada da biraz sürətli keçəcəm, çünki bizə əsas gradable, non-gradable adjective adverblər lazımdır. So, sifətlərin müəyyən bir işlənmə cərgəsi var. Birinci, ümumiyyətlə 5 kateqoriyada, fərqli kateqoriyada olur sifətlər, yəni adjectivelər. Əşya və ya şəxs haqqında 5 fərqli kateqoriyada məlumat verirlər. Onların ölçüsü haqqında. Məsələn, buraya yazacağım bowl, a bowl. Bowl means kasa. So, birinci ölçüsünü deyəcəksiniz. A big bowl, böyük kasa. Sonra onun tarixini deyəcəksiniz. A big fresh bowl, böyük deməli, təzə kasa, yəni təzə, köhnə, fresh, new, old, bunlar tarixidir. Sonra rəngini deyəcəksiniz. A big, fresh, brown bowl. Böyük, təzə, deməli, böyük, təzə, brown bowl. Sonra mənşəyini deyəcəksiniz, yəni hardan gəldiyini, harada istehsal olunduğunu məsələn deyəcəksiniz. Məsələn, a fresh, brown, let's say Chinese bowl, içində istehsal olunmuş kasa. Sonra isə ən sonda materialını deyəcəksiniz. Məsələn, wooden bowl, taxta kasa. Deməli, böyük, təzə, çəyrəyi içində istehsal olunmuş taxta kasa. Bu 5 dənə burada adjektiv işlətdik və bu adjektivlərin, sifətlərin 5 fərqli kateqoriyasıdır. Ölçüsü, tarixi, rəngi, mənşəyi və materialı. Bu sıranı həmişə gözləməyə çalışın. A big Chinese wooden bowl. Yəni, əgər sadəcə olaraq ölçüsü və hardan gəldiyini işlədirsinizsə, yenə də bu cərgə olmalıdır. Birinci ölçüsü, sonra hardan gəldiyini, yəni materialını və yaxud da hardan gəldiyini ondan sonra işlədəcəksiniz. Okay, buradan sürətli keçək. Bir də adjektivlər olur ya opinion ya da actual. Bu deməkdir ki, siz hər hansı bir əşya və şəxsi gördüyünüz zaman onun haqqında yürütdüyünüz fikirlər ya öz fikrinizcə bu belədir, ya da həqiqətən bu belədir. Öz fikrinizcə bu belədirsə, buna deyirik opinion adjektivlər, amma həqiqətən belədirsə, buna actual adjektivlər deyirik. Məsələn, əgər bir xanım keçirsə yanınızdan, deyirsiniz, she is a beautiful girl. O, qəşəng qızdır. She is a beautiful girl. O, qəşəng qızdır. Burada beautiful, qəşəng sözü sizin fikrinizcə belədir. Yəni, o qız məsəl üçün başqa biri üçün qəşəng olmaya bilər, amma sizin üçün qəşəngdir. Buna deyirlər, bu tip adjektivlərə deyəcək opinion adjektivlər. Bir də actual adjektivlər var. Məsələn, deyirik ki, the table is, let's say, black. Stol qaradır. Əgər stol qaradırsa, bu mənim üçün də qaradır, sizin üçün də qaradır. Yəni, siz də onu qara görəcəksiniz, mən də qara görəcəyim, başqaları da qara görəcək. Burada qara actual adjektivdir, yəni həqiqətən də bu belədir. Bu tip adjektivlər, ümumiyyətcə burada sadladığım kateqoriyaya daxil olan adjektivlər hamısı actualdır. Amma
beautiful, nice, let's say hot. Hot əslində actual ola bilər, amma o opinion da ola bilər, çünki hər kəs üçün isti olmaya bilər, məsəl üçün hava. Anyway, so moving on to dərəcələri. Sifətin dərəcələrini yəqin ki bilirsiniz. Əgər bilmirsinizsə, bu haqda bir xeyli material var. Bu dərəcələri əslinə qalsa daha sadə şəkildə desək, hər hansı bir sifəti olduğu kimi işlədirsinizsə, məsələn, the weather is warm. Burada warm-ın heç bir dərəcəsi yoxdur. Yəni, hava istidir. İsti olduğu kimi orada adjectivdir. Bu istinin siz dərəcəsini artıra bilərsiniz. Məsələn, deyə bilərsiniz, the weather is very hot. Çox istidir və yaxud da azalda bilərsiniz. The weather is a little hot. Hava biraz istidir. So, çox və ya biraz. Bu ikisi deməli, çox və onun alternativləri isti adjektivinin dərəcəsini artırır, az və onun alternativləri isti adjektivinin dərəcəsini azaldır. Bir də siz o dərəcələri, əgər heç bir dərəcə yoxdursa, heç bir dərəcələndirmə yoxdursa, o zaman ona mən no degree deyirəm, yəni heç bir dərəcəsi yoxdur. An easy test, burada asan test, an important meeting, vacib görüş. Onların hər hansı bir deməli, əşyanın adjektivini digər bir əşyanın adjektivi ilə müqayisə edə bilərsiniz. Məsələn, this test is easier than the other test. Bu test digərindən daha asandır. Or, this is a more important meeting. Bu görüş daha deməli vacibdir. So, yeah, nəhayət ki gəldik gradable, non-gradable adjectives. Gəlin bu haqda danışaq. So, adjectivlər gradable və non-gradable ola bilər. Bu nə deməkdir? Məsələn, elə götürək hot adjektivini, isti. Məsələn, deyirik ki, the weather is hot. Hava istidir. Right? So, burada we can say the weather is hot. Hot burada gradable adjectivedir. Həmçinin deyə bilərik, let's say, I am soaked. Mən suyun içindəyəm, yəni biz tərləmişik, çox tərləmişik, suya batmışıq deyirik də. I am soaked. So, burada iki dənə adjective var. The weather is hot. Burada bu birinci adjectivedir. I am soaked. Bu ikinci adjectivedir. Bax, bu tip adjectivelərə biz dərəcəlendirilə bilən gradable adjectivelər deyirik. Niyə bunlara gradable adjectivelər deyirik? Çünki az öncə dediyim kimi bunların dərəcəsini artırıb azaltmaq olur. Yəni, the weather is, əgər artırırsınızsa, deyirsiniz, very hot. Əgər azaldırsınızsa, deyirsiniz, a little hot. A little hot. So, the weather is very hot. Çox istidir. Bunun dərəcəsini, istinin dərəcəsini artırdınız. The weather is a little hot. Onun dərəcəsini azaltdınız. Amma non-gradable adjectivelerin, məsələn, soaked burada non-gradable'dır. Onların dərəcələrini artırıb azaltmaq olmur. Çünki bunların dərəcələri artıq ya azaldılıb, ya da artırılıbdır. Yəni, sözlərin özü belədir. Məsələn, soaked əslinə qalsa, onun mənası very wet deməkdir. Bunun gradable forması, yəni dərəcəlendirilə bilən sadə adjektivi wetdir. Ümumiyyətcə, bu adjektivləri fərqləndirmək üçün birinci növbədə bunları öyrənirsiniz. Yəni, adjektivləri öyrəndiyiniz zaman baxırsınız ki, o gradable'dır, yoxsa non-gradable'dır. Amma sadə olaraq bilmək istəyirsinizsə, asan olaraq bilmək istəyirsinizsə, əgər adjektiv gündəlik işlənən bir adjektivdirsə və sadə görünürsə, qısadırsa, ümumi işlənən bir adjektivdirsə, bu böyük ehtimal gradable'dır. Yəni, bunun qarşısında very little işlətmək olar. Amma deyilsə, yəni soaked, frustrated, embarrassed, belə bir adjektivdirsə, xüsusilə də verbdən əmələ gəlmiş adjektivdirsə, əksər hallarda bunlar deməli non-gradable adjektivlərdir. Gəlin bunların detallarına baxaq. So, burada cədvəl buraxmışam. Əgər istəsəz komment bölməsinə yazın, bu cədvəli sizlə mən paylaşaram. Aşağı səviyyədə dərəcələndirə bilərsiniz adjektivləri. Məsələn, deyə bilərsiniz a bit tired. Tired, I am tired, mən yorğunam. I am a bit tired, biraz yorğunam. Orta səviyyədə dərəcələndirə bilərsiniz. Disappointing, deməli, dilxor edici deməkdir. Dilxor edən, rather disappointing, müəyyən dərəcədə dilxor edici. Yəni, nə az, nə çox. Biri yuxarı səviyyədə dərəcələndirə bilərsiniz. I am immensely hungry. Mən olduqca acam. Bax, bu immensely
Birinci başlayaq. Burada a little da var. Bu 4-ü aşağı salan, dərəcəni aşağı salan adverblərdir. Bunlara deyirlər gradable adverblər. Məsələn, the child is a bit wet. Uşaq biraz nəmlidir. Let's say the view is slightly ugly. Mənzərə biraz çirkindir. Cüzi, bunlar cüzi və biraz deməkdir. Və orada a little da var. I'm a little angry. Mən biraz əsəbiyəm. Sonra və bundan sonra çalışın ki, very sözündən istifadə etməyin. Çünki o çox primitiv bir gradable adverbdir. Onun əvəzinə siz bu yerdə qalan alternativlərin hamısını istifadə edə bilərsiniz. Immensely important. Bu adjektivlər, bu sifətlər sadəcə olaraq bura misal olaraq yazılıb. Siz bunların təbii ki, başqa gradable adjektivlərini əvəz edə bilərsiniz. Bax, görürsünüz, burada sadə adjektivlər var ki, bunlar gradable adjektivlərdir, sadə olduqları üçün. Bəziləri biraz mürəkkəb görünə bilər, amma çox istifadə olunan adjektivlərin əksəriyyəti gradable'dır. Yəni, very işlədə bilirsinizsə onun qarşısında, o gradable'dır. So, the meeting is immensely important. Görüş olduqca vacibdir. The view is intensely ugly. Olduqca, bunların hamısı olduqca yetərincə böyük ölçüdə deməkdir. Əgər bunları istəsəz, hal-hazırda bunları siz haradasa qeyd edə bilərsiniz və yaxud da bunları komment bölməsinə yaza bilərsiniz. Mən sizə bunu mail adresinizə göndərə bilərəm bu faylı. Yəni, verini işlətməyin, onun yerinə bunlardan birini işlədin və bunların tərcüməni tam dəqiq bu hissədə yazmışam. Extremely large, hugely effective. Bunları sifətləri bu formada işlədəndə bunlar daha yaxşı, daha yuxarı səviyyədə səslənir. Əgər bir xarici ilə ingiliscə danışırsınızsa, o sizinlə bunları işlədəcək və siz də bunları işlətsəz, ingilis diliniz yuxarı səviyyədə səslənəcək. Non-gradable adjektivlər. Burada dediyim kimi, soaked non-gradable adjektivdir. Bu adjektivlər deməli, dərəcələndirmək olmur. Yəni, bunun dərəcəsini artırıb azaltmaq olmur, amma onların da non-gradable adverbləri var. Deməli, gradable adverblər, bax bunlar gradable adjektivlərlə işlənir. Non-gradable adverblər isə non-gradable adjektivlərlə işlənir. Bu adjektivlərin bir neçəsini burada listəni yazmışam və görürsünüz, mürəkkəb səslənən və çox istifadə olunmayan adjektivlərdir. Bu adjektivlərin əksəriyyəti non-gradable'dır. Nəyə görə bunları dərəcələndirmək olmur? Çünki bunların, bax burada bu non-gradable adjektivin, hər bir non-gradable adjektivin bir gradable tərcüməsi var. Məsələn, soaked, drenched deməkdir very wet. Hideous deməkdir very ugly. Crucial, vital deməkdir very important. Yəni, burada, the meeting was very important demək əvəzinə, the meeting was crucial or vital deməyiniz daha yaxşıdır, daha yuxarı səviyyədə olan bir ingilis dilidir. Old, ancient, beautiful, gorgeous, stunning or superb, silly, ridiculous, clean, spotless, embarrassed, mortified, upset, devastated, happy, ecstatic or elated. Bu formada bu adjektivlərin hər birinin burada non-gradable adjektivini yazmışam. So, non-gradable adjektivləri very ilə dərəcələndirmək olmur, amma non-gradable adjektivləri non-gradable adverblərlə dərəcələndirə bilərsiniz. Yəni, bu dərəcələndirmə deyil, artıq bir növ həmin vəziyyətin, yəni həmin adjektivin ən yuxarı səviyyədə yəni emosional ifadəsi deməkdir. Məsələn, deyirsiniz ki, I am soaked. Mən suya batmışam. Amma desəz ki, I am absolutely soaked. Mən tamamilə suya batmışam. Burada düzdür, 10 dərəcəsini biraz da qaldırırsınız, amma daha çox nə dərəcədə suya batdığınızı, yəni bu emosiyanızı dəqiq və yuxarı şəkildə ifadə etməyə çalışırsınız. So, burada da bu non-gradable adjektivlərin, adverblərin hamısı eyni şey deyil, amma çox yaxındır bir-birinə. Bunların da fərqli tərcümələri var. Əksəriyyəti tamamilə deməkdir, əksəriyyəti almost deməkdir, hardasa, əksəriyyəti mainly deməkdir, əsasən, əksəriyyəti də kifayət qədər deməkdir. Bunların da yenə istəsəz indi bunları not ala bilərsiniz, screenshot edib və yaxud da kommentdə yazın, bunları sizə göndərərəm. Bir də son olaraq, emphasizing adjektivlər. Emphasizing adjektivlər, burada adjektiv olmalı, adverb yox, bunlar adjektivlərdir. Bunlar adjektivlərdir və bunlar da yenə də ingiliscində, akademik ingiliscə danışıq, ingiliscə istifadə olunan mükəmməl adjektivlərdir. Bunlar isimlərin qarşısında işlənirlər. Complete, burada nounlar, yəni burada yazdığım isimlər sadəcə olaraq sample'lardır. Yəni bunlar nə istəsə işlədə bilərsiniz. Məsələn, complete disaster, tam fəlakət. Məsələn, deyirsiniz ki, the movie was a complete disaster.
disaster. Deməli, kino tam tamına deməli fəlakət idi. Kino tam bir fəlakət idi. I'm an absolute beginner. Mən tamamilə yenidən başlayanam. The entire class was missing. Bütün sinif dərsdə yox idi. It will take you a mere 20 minutes. Bu sənin sadəcə 20 dəqiqəni alacaq. Və bu formada bu sifətləri istədiyiniz isimlə işlədə bilərsiniz. Bunlar çox önəmlidir. Bunları öyrənin və istəsəz bunların sample'ları da var. Bunlara bir neçə dənə sample internetdən tapıb oxuya bilərsiniz. Okay, so I think that's enough for today. Bugün bu qədər bəsdir. Yəqin ki, adjektivlərdən müəyyən nələrsə öyrənə bildiniz. Gradable, ungradable adjektivlər çox önəmlidir. Onları düzgün işlətmək, çünki bu sizin ingilis səviyyənizi müəyyən edə bilər danışdığınız şəxsdən. Və bunları həm imtahanlarınızda işlətsəz, sizə yuxarı bal veriləcək danışıqda, yazıda, həm də gündəlik ingilisində daha dəqiq emosiyalarınızı, adjektivlər bir növ emosiyalardır. Daha dəqiq emosiyalarınızı ifadə etmək üçün bunları istifadə edə bilərsiniz. Alright, so that's enough for today. Thanks for watching, and I'll see you in the next video. Bye.